10-cu sinifin dərsliyindən Leyli Məcnun poemasını keçirik. Burada Leyli Məcnun poemasında əsas məsələlər nədir? Birinci, Leyli Məcnun poeması ana dilindədir. Leyli Məcnun poeması ana dilindədir və əruz vəznindədir. Həcəz bəhrindədir. Bunu da yadda saxlayaq. Sonra ana dilində olduğunu dedim, əruz vəznində olduğunu dedim, həcəz bəhrində olduğunu dedim. Bu haqda da biraz qarşıda danışacağım. Əsər ümumiyyətlə başlayır, ənənəvi girişlə başlayır. Yəni əsərimiz ənənəvi girişlə başlayır. Ənənəvi giriş nədir? Ənənəvi giriş oldu ki, əsərdə birincisi tövhid olur, münacat, yəni qəsidənin növləri olur. Tövhid, münacat, nəd, yəni Peyğəmbərimizin tərifi. Sonra burada miracnamə də var. Miracnamə imamların tərifi ilə bağlıdır. Bizə imamların tərifindən Həsən, Hüseyin, İmam Həsən, İmam Hüseynin və digər imamların təbliği ilə bağlıdır. Miracnamə də imamlarımızın tərifi ilə bağlıdır. Bu da var. Sonra məthiyədir və nəhayət fəxriyyədir. Fəxriyyə də şairin özünün tərifidir. Bu məsələlər, bütün klassik poemalarımızda bu məsələlər var. Yəni, bütün poemalar, klassik poemalar, hamısı başlayıb, yəni bu sistemlə başlayıb. Yəni, buna deyirlər ənənəvi girişlə. Sadəcə bəzilərində miracnamə olub, bəzilərində miracnamə olmuyor. Bunu da qeyd apardıq. Əsərlər vaxtı ilə deyirdilər ki, Leyli Məcnun poeması ərəb əfsanəsidir. Artıq deyəndə deyirlər ki, Leyli Məcnun poeması belə deyək, rəvayətdir. Yəni, Leyli ilə Məcnunun sevgisindən bəhs eləyən rəvayətdir. Əfsanə ilə rəvayətin fərqini bilirsiniz. Niyə rəvayət yazıblar? Çünki kitabın orijinalının özündə də, orijinal mətndə də nə verilib? Orijinal mətndə də verilən məsələ rəvayətlə bağlıdır. İlk dəfə bu əsəri üzərində işləyən şəxs Nizami Gəncəvi olub. Yəni, yazılı ədəbiyyata gətirən şəxs kim olub? Nizami Gəncəvi olub. Amma ən mükəmməl yazan isə Məhəmməd Füzuli olub. Leyli Məcnun poemasını ən mükəmməl yazan kim olub? Məhəmməd Füzuli olub. Məhəmməd Füzulidən əvvəl də yazanlar olub, Məhəmməd Füzulidən sonra da yazanlar olub. Amma ən mükəmməli, yəni belə deyək, şərq ədəbiyyatında, dünya ədəbiyyatında Leyli Məcnun deyəndə təbii ki, birinci növbədə adı çəkilən Məhəmməd Füzulidir. Bunda səbəblər var. Bəzi səbəblər haqqında bu günləri inşallah ki, danışarıq. Əsər dedik ki, ənənəvi girişlə başlayır. Əsərdə reallığa aid olmayan, həqiqətlə uyuşmayan məsələlər var əsərdə. Sufilik məsələsi var, bunu yadda saxlayaq. Artıq Nəsimidən bu üzrə sufilik məsələsi var idi. Əsərdə həqiqətə uyğun olmayan ilahi eşq məsələsi var. Yəni, ilahi eşq, Allaha olan məhəbbət məsələsi var. Bunu məni candan usandırdı, qəzəlində də bu məsələ var. Sonra digər məsələmiz ondan ibarət ki, əsərdə sonsuz sayda deməyək, en qədər bədii təsvir ifadə vasitələr var. Özü orijinal və yaxud təkrar bədii təsvir ifadə vasitələr var. Onlar haqqında da qarşıda danışaraq. Deməli, başladıq əsərin özündən. Leyli Məcnun poeması başladı ənənəvi girişdən. Ənənəvi girişdən sonra başlayır belə bir kompozisiyası var. Kitabın yazılma səbəbi. Görək bu kitab niyə görə yazılıb? Kitabın yazılma səbəbində, kitabda da oxuyanda, 10-cu sinifin dərsliyində də oxuyanda həmin o hissəni işarələyərsiniz. Kitabın yazılma səbəbi. Kitabın yazılma səbəbində göstərilir ki, Rum zərfləri, yəni Rumda yaşayan şairlər, kitabda zərflər yazır, Rumda yaşayan, Rum elində yaşayan şairlər, həmin bu Məhəmməd Füzuli ilə yoldaş idilər. Kitabda da dilbir yazıblar. Yəni, ürəyindən xəbər verən, ürək dostu idilər, sirdaş idilər. Rumda yaşayan şairlər kim ilə sirdaş idi? Məhəmməd Füzuli ilə sirdaş idi. Və həmin köhnə kitablar 10-cu sinifin dərsliyində də qeyd aparmışdır ki, həmin bu Rum zərfləri, yəni Rumda yaşayan şairlər ilk olaraq şeyxdən, şeyxi yəqin ki, həmin vaxtı ya tanınmış şair olub, ya da həmin vaxtı filosoflardan biri olub. Şeyxidən, Əhmədidən danışardılar, Cəlilidən, Nizamidən, görürsünüz, Nizaminin adı burada çəkilir. Nizami Gəncəvində tərif eləyərdilər, Rum zərfləri.
və Rum zərifləri də Məhəmməd Füzulinin şair olduğunu, necə bir şair olduğunu bilirdilər. Ona görə Rum zərifləri Məhəmməd Füzulidən xahiş edir ki, belə bir Leyli Məcnun adında əsər yaz. Çünki Leyli Məcnun əcəmdə çoxdur. Əcəm nə deməkdir? Əcəm kitabda işarə eləyərsiniz ki, əcəm fars deməkdir. Deməli, Rum zərifləri Məhəmməd Füzulidən xahiş edirlər ki, Leyli Məcnun adında əsər yaz. Çünki Leyli Məcnun əcəmdə, fars dilində çoxdur, amma türk dilində yoxdur. Belə bir əsər yaz. Məhəmməd Füzuli bu əsəri yazmaq üçün biraz çətinlik çəkir. Fikirləşir ki, bu əsərin sövdası, kitab cümləsidir. Sövdası uzundur, bəhri kiçikdir. Yəni gödəkdir. Sövdası uzundur o deməkdir ki, bu əsər qədimi tarixə malikdir, yəni böyük bir tarixə malikdir və bu əsərin bəhri bəhrləri keçmişi Əruz vəzni Həcəz bəhrindədir. Bunun da bəhrini dedik. Əruz vəzni hansı bəhirdədir? Həcəz bəhrindədir. Bunun belə bir bəhri də var. Həcəz bəhri bilirsiniz ki, yəni belə deyək də qısadır. Rəmələ nisbətdə, Rəməl Yalcuzda da məni belə deyək, söz qəzəlində görürsünüz, necə orada sahitlərin uzanması var idi. Amma Həcəz bəhri biraz qısadır. Yəni burada sahitlərin uzanması, qısa deyilməsi biraz azdır. Və Nizamidən belə deyək də, bu üzə yazılı ədəbiyyata gələn Məhəmməd Füzulidə bu çətinlik çəkir. Çətinliyin də səbəbini dedim və həm də ki, ahnalədəndir. Burada ölüm hadisəsindən, sonra əsərin xoşbəxt bitməmək səhnəsindən söhbət getdiyinə görə istər-istəməz Füzuli üçün bu çətin olur. Amma Füzuli də bir böyük şair idi. Ona görə bunu Leyli Məcnunu öhdəsinə götürür və kitabın yazılma hissəsində bəxtinə müraciət edir. Deyir, ey bəxt, ey bəxt deyir, mənə deyir, vəfasızlıq eləmə deyir, mənimlə yoldaşlıq elə ki, mən bu əsəri neyniyim? Bitirə bilim. Bunlar əsərin hansı hissəsindədir? Kitabın yazılma hissəsindədir. Hələ ki, sujetə keçməmişəm. Yəni, hadisə danışmıram mən. Keçək sujet xəttinin başlanğıcına, yəni ekspozisiyasına, başlanğıcına. Əsər görək necə başlayır? Əsər, Qeysin anadan olması, düzdür, kitabda Qeys kimi verilmir, deyəcəm niyə. Amma hələ ki, mən Qeys deyirəm. Qeysin anadan olması və onun uşaqlığı ilə bağlıdır. Əsər nağılvari bir sujetlə başlayır, ekspozisiya. Göstərilir ki, ərəblərdə, deməli, Ərəbistandan söhbət gedir. Ərəblərdə varlı bir qəbilə başçısı var idi. Varı dövləti hamıdan çox idi. Ərəb qəbilə başçısının varı dövləti hamıdan çox idi. Və bu ərəb qəbilə başçısının övladı olmurdu. Yəni, varisi yox idi. Kitabda da varisidir. Varisi yox idi. Belə bir varisi yox idi. Yəni, özündən sonra hakimiyyətə keçəcək xələfi yox idi. Xələfi yox idi. Xələfi yox idi. Ona görə bu nəzir niyaz eləyir. Yəni, ərəb qəbilə başçısı, təbii ki, ad verilmir, ərəb qəbilə başçısı nəzir niyaz eləyir. Allaha dualar eləyəndən sonra bunun bir övladı dünyaya gəlir. Adın qoyurlar Qeys. Yəni, oğlanın adı olur Qeys. Və bu nəzir niyazdan sonra atası, anası da sevinir. Yəni, bu belə deyək də, nəzir niyazdan sonra oğlu dünyaya gəlir və atası, anası da təbii ki, şad olacaq bundan sonra. Və burada artıq anadan olandan sonra, burada artıq digər şairlərdən fərqli olaraq, Nizamidən də fərqli olaraq, Məhəmməd Füzuli burada bir fəlsəfi don geyindirir. Təbii ki, insan anadan olanda ağlayar, bunun bioloji səbəbləri var. Amma bunun ağlamağın Məhəmməd Füzuli buna bir don geyindirir. Necə? Uşaq anadan oldu, başlayır ağlamağa. Təbii ki, bayaq dediyim kimi, bunun bioloji səbəbləri var, ağlamağımızın səbəbi var. Amma buna elə bir səbəb deyir ki, Füzuliyə görə. Qeys anadan oldu, ona görə ağlayır ki, öz gələcək taleyini bilir, öncədən bilir. Ona görə ağlayır ki, mənim gələcək taleyim belə olacaq. Ona görə uşaq ağlayır. Bu da fəlsəfi bir məsələdir ha. İndi bioloji məsələsi də var bunun. Amma biz təbii ki, bioloji məsələsini deyirik. Amma bunun fəlsəfi məsələsi odur ki, bütün insanlar belə deyək, anadan olarkən ağlayır. Bunun fəlsəfi məsələsi də insanların başına gələn hadisələrlə bağlıdır. Bunu da qeyd apardıq. Və burada Qeysin dilindən, Qeys deyək də, belə deyək, əslində Məhəmməd Füzuli, Qeys körpə idi, uşaq idi. Onun dilindən belə bir şeir deyilir.
Deyir, ey cəfaçı dünya. Cəfa bilirsinizə nədir? Qəm, əzab verən. Ey cəfaçı dünya. Bilirəm ki, deyir, sənin qəmin çoxdur. Gəlmişəm qəm çəkməyə. Hətta misranın birində də deyir ki, gəl təcrübə eylə məni deyir, mən hərfi. Gəl təcrübə eylə deyir, mən hərfi deyir. Mən gəlmişəm qəm çəkməyə. Deməli, Qeys bu dünyaya nəyə görə gəlib? Qəm çəkməyə gəlib. Deyir, ey cəfaçı dünya. Deməli, dünya cəfa verəndir, əzab verəndir, işgəncə verəndir insana. Bunu deyir, bax, Məhəmməd Füzulini digər şairlərdən fərqləndirən cəhətlərin biri budur. Əslində, Məhəmməd Füzulidən əvvəl və sonra yazanların sujet xətti eynidir. Leyli Məcnunlar eynidir, sujet xətti. Bir-birinə oxşarlıqları çoxdur. Amma Füzuli niyə, məsələn, həmişə nömrə 1 deyilir Leyli Məcnununda? Çünki bu fəlsəfi məsələlər var. Uşaq da dediyi anadan oldu, bu məsələlər keçdi. Uşaq dayəsinindir. Təbii ki, qəbilə başçısında daya olacaq. Dayəsinin qoynundadır. Uşaq dayanmadan ağlayır. Dayəsi neynəsə belə uşaq dayanmadan ağlayır. Və günlərin bir günü dayəsi uşağı aparır ki, gəzdirsin, bir çarə tapsın da, bir bayra bacağa çıxsın, bəlkə uşaq bayra bacaqda, bu Qeys, sakit olar, dayanmadan ağnalı edir uşaq. Uşağı aparır, qoynunda aparır və təsadüfən bir pəri üzlü, gözəl bir qadına rast gəlirlər. Və qadın uşağı əlinə alır, o pəri üzlü, gözəl bir qadın uşağı əlinə alır, Qeysi əlinə alır. Qeys, neçə vaxtı ağlayan Qeys orada dayanır. Yəni ağlamağını kəsir. Buna da Məhəmməd Füzuli bir fəlsəfi don geyindirir. Fəlsəfi don ondan ibarətdir ki, burada da. Fəlsəfi don ondan ibarətdir ki, sən demə, Qeys öncədən öz taleyin bilirdi, belə deyək. Və bilirdi ki, başına gələcək hadisə məhəbbətlə bağlıdır. Gözəlliklə bağlıdır, eşqlə bağlıdır. Ona görə burada uşaq həmin o pərinin qoynunda sakitləşir. Tanımadığı belə deyək. Nə anasının qoynunda sakitləşir, nə də ki, belə dayənin qoynunda. Amma gözəl bir pərinin qoynunda sakitləşir. Bu məsələni də dedik və bu məsələdən sonra bu belə deyək, zaman tez gəlib keçir və Qeys gəlib çatır 10 yaşına. Artıq bunlar bayaqdan danışdıqlarım ekspozisiyadır. Artıq yavaş-yavaş düyün nöqtəsinə, Zavyaska nöqtəsinə artıq yavaş-yavaş yaxınlaşır. Növbəti hissənin adı belə gedir. Qeysin, əslində kitabda Qeys deyir, mən Qeys deyirəm, səbəbini deyəcəm niyə? Qeysin məktəbə getməsi və Leylini görməsi ilə bağlıdır. Bunlar 10 yaşı oldu və məktəbə gedirlər. Məktəbdə qəbilə başçılarının uşaqlarıdır, belə deyək. Oğlanlar bir safdadır, bir cərgədədir, qızlar da bir cərgədədir. Yəni, oğlanlar bir cərgədə oturublar, qızlar da bir cərgədədirlər. Bunlar dərs dinləyirlər. Dərs dinləyirlər və bu dinləmə vaxtı Qeys Leylini görüb həlak olur. Həlak olmaq təbii ki, burada məcazi mənada. Yəni, çox bəyənir. Leyli də Qeysi görür, özünü itirir. Kitab cümlələrimiz bizdə belədir. Deməli, biri onu görür, həlak olur, yəni çox sevir. Leyli də Qeysi görür, özünü itirir. Və bundan sonra bunların yavaş-yavaş, bizdə söz-söhbət deyirik də, söz-söhbəti və yaxud bunların əfsanəsi yayılmağa başlayır. Yəni, eyni elə bilin ki, bizdəki kimi. Bir məktəbdə bir söz-söhbət olsa, demək olar ki, əksəriyyət biləcək. Yəni, bunun söz-söhbəti yayılır. Yayılanda ilk əvvəl birinci olaraq, baxın, belə bir şayə deməyək, əfsanə, kitab cümləsindən əfsanə yayılmışdır ki, Qeys Leylini sevir, Leyli də ona meyl eləyib. Şayə bundan ibarət idi, şayəni sizə dedim. Görək, növbəti hissə belə adlanır, artıq burada düyün nöqtələri artıq başladı uşaqlar, düyün nöqtələri, Zavyaskalar artıq buradan davam edəcək böyük şəkildə. Bilirsiniz ki, sujet xəttinin ən böyük hissəsi də Zavyaskadır. Ən böyük hissəsi Zavyaskadır. Burada artıq düyün nöqtəsi vurulur. Niyə burada düyün nöqtəsi vurulur? Çünki sonraki hadisələr haqqında məlumatımız bilinmir. Necə olacağı bilinmir. Görək, ilk eşdən Leylinin anası olur. Qızın anası yəni. Leylinin anası bu söhbəti eşidir. Təbii ki, Leylinin də atası başqa bir qəbilənin başçısı idi. Leylinin anası eşidir, görək nə deyir. Leylinin anasının
qızına nəsihəti adlı hissədir. Hissədə görək nə deyir? Qızına deyir ki, Çey şux, kitab cümləsidir. Çey görsəz kitabda bilin ki, ey deməkdir. Vaxtı ilə tutaq 16-cı əsrdə bizdə ey müraciəti nidasını işlədiblər Çey şux. Şux da ki, gözəl deməkdir. Deyir, Çey şux, nədir bu göftücülər? Kitab cümləsi elədir. Orada göftücülər sözünü görsünüz, birinci dedikodu deməkdir. Nə deməkdir? Dedikodu. Qızına deyir ki, nədir bu dedikodu? Nədir? Gördünüz orada? Deyir, nədir bu dedikodu? Qızına deyir. Və qızına görə indi hələ qızının cavabını demirəm. Anası qızına nə deyir? Anası buna deyir ki, bu eşidilən əfsanə, yəni söz-söhbət, göftücülər deyək, bunlar dedikodular. Namusumuza deyir, böyük deyir, xətadır, ziyandır. Ana yasa batır uşaqlar. Söhbətə görə kitab cümləsində. Ana, Leylin anası eşidir ki, qızı kiməsə meyl eləyir. Buna görə nə edir? Buna görə yasa batır. Və qıza deyir ki, qıza dediyi cümlələrə baxın, hissə-hissə deyəcəm ki, çatdıra bilər. Deyir ki, yüngül olma. Hətta qızına mükəmməl bir, belə deyək də, gözəl bir bənzətmə işlədir qızına. Deyir ki, sən gül yarpaqsan deyir, amma deyir, sən yüngülsən deyir. Qız yüngül olmaz deyir. Qız yüngül olmaz. Oğlan deyir, əcəb olsa aşiq, aşiqlik işi qıza nə layiq? Yəni, oğlan aşiq olsa kiməsə, burada heç nə kimsə deməz bunu, qınamaz. Amma qız aşiq olsa deyir, ona deməkdir, aşiqlik işi deyir, qıza nə layiqdir deyir, layiq olmaz deyir, belə olma deyir. Kölgə kimi deyir, olma. Kölgə kimi hər kəsin ardıycan düşmə. Yəni, bir növ qızın danlayır. Qızına deyir ki, birdən atan eşitsə deyir, sənə nə deyə bilər deyir, sənə cəza verər deyir, qəzəblənsə deyir, sənə cəza versə sən neyin yiyərsən? Olmaz deyir bu məsələlər. Və qıza da deyir ki, sən atan və baban kimi əbcədi bilsən, əbcədi. Əbcəd yəni hesabı, əbcəd hesabı. Biliklər, ilkin biliklər hesabı, yəni biz barmaq hesabı deyirik də, yəni aşağı siniflərdə öyrəndiklərimizi. Sən deyir, əbcədi, atan baban kimi, qıza deyir, əbcədi bilsən deyir, kifayətli deyir, məktəbə getməyəcəksən. Məktəbə deyir, getməyəcəksən. Qıza qadağa qoyur ki, məktəbə getməyəcəksən. Və qıza da deyir ki, yəni bu məsələlər olmamalıdır. Yəni, çünki bizim şərəfimizə, namusumuza böyük bir ardır. Bunu qıza deyir. Və təbii ki, görək Leylinin anasına cavabı nədir? Leylin anasına cavabı, baxın, Leyli məcbur olur uşaqlar, eşqini danır, yəni təksib edir. Danmaq, təksib etmək sinonimdir, yəni boynuna almır. Nə deyir anasına? Anasına deyir ki, baxın, əsərin iki yerində anasına müraciət var deyir. Deyir, ey munisim ana. Əsərin iki yerində, birdən mənim yadımdan çıxar demərəm, əsərin iki yerində deyir. Biri vəfat eləməmişdən əvvəl, sonda deyəcək anasına. Deyir, ey munisim ana. Anasına deyir. Eşq nədir, məşuqə nədir, aşiq nədir? Mən bu sözlərin heç bir mənasını bilmirəm. Təbii ki, məcbur olur deyir də, nə deyəcək anasına? Leyli üçün uşaqlar sevib sevilmək, təhlilini nə deyim? Leyli üçün sevib sevilmək öz rəfiqələrindən belə deyək də fərqlidir. Leyli sevib sevilməyə pis baxmır. Yəni deyir ki, mən kimisə sevə də bilərəm, kimsə məni sevə də bilər, yəni sevilə də bilərəm. Yəni buna pis baxmır. Buna pis baxmır. Amma Leyli zahirən, belə deyək də, anasına bunu deyir. Yəni anasına nə deyəcəkdir? Deyəcək ki, əcəb eləyirəm, sevmişəm, yaxşı eləmişəm. Bunu təbii ki, deyə bilməzdi. Dövrün adət ənənələri buna qayda qanunları yol verməzdi. Ona görə bu anasına bunları danmağa, belə deyək, danır, təksib eləyir ki, eşq nədir? Sən mənə deyirsən ki, məktəbə gah get deyirsən, özün göndərmirsən də, yəni məni məktəbə. Özün də deyirsən, məktəbə getmə. Belə şey olar deyir. Və bunu təbii ki, deyir və anası bunu məktəbə qoymur ki, belə deyək, yayılmasın. Və anası, bunu xüsusi yadda saxlayın, anası qızın dediyinə inanır. Və anası inanır ki, bu nədir? Şayədir, əfsanədir, dedikodudur. Deməli, qız özünü elə aparır ki, Leyli, məcbur uşaqlar. Amma yenə də deyirəm, Leyli zahirən, üz baxımdan
dövrün qayda qanunlarına tabi olur. Amma buna baxın. Bu hissə bitəndən sonra əsərdə keçən dəfə sizə Dəhnamədə demişdim ki, bu əsər epik növdədir. Amma bu əsərin özündə lirik janrlar var. Yəni qəzəl də var. Leyli qəzəlində özü təklikdə oturub, Leyli qəzəldə nə deyir? Tək daha öz otağındadır. Deyir ki, küləyə müraciət edir burada. Küləyə deyir ki, mənim sevgilimdən mənə xəbər ver, deyir. Mənim sərvimdən, sevgilimdən mənə xəbər ver. Deməli, nə ilə danışır? Külə ilə danışır. Leylinin, uşaqlar, qarşıda da öyrənərsiniz, Leylinin müxtəlif obyektlərlə dərdləşməsi var. Çünki qız dərdin kimə deyər? Ya bacısı varsa bacısına, anası varsa birinci anasına deyər, rəfiqəsi varsa rəfiqəsinə, bunlardan kənarlaşdırdılar bunu. Öz dərdini səbaya, küləyə deyir. Qarşıda Şama deyəcək, Pərvaniyə deyəcək, Buluda deyəcək, Aya deyəcək, Dəviyə deyəcək dərdi. Dəvi ilə dərdləşir. Bunları yadda saxlayaq, ha, nələrlə dərdləşməyi də bizə testlərə düşür. Dərdi kimə deyəcək? Bunu dərdin anlayacaq adam yox idi. Anası idi, kənarlaşdırdı, təbii ki, atası hələ bilmirdi. Rəfiqəsi də yoxdur ki, hara gedirdi? Dərdin heç kəsə deyə bilməzdi. Və bu hissədən sonra görək Qeysin vəziyyəti necə olur. Qeys neçə dəfə məktəbə gedir. Amma heç birində görür ki, Leyli yoxdur. Leylini görə bilmir. Və günlərin bir günü hər işçi, təbii ki, Leyli də kədərlidir, Qeys də kədərlidir. Qeysin də vəziyyəti hər ikisi kədərlidir, ahnalı edir. Bir gün dostları yaz fəslində, bunu biz bədii təzadda yazmışıq, yaz fəslində, gözəl günəş çıxmışdı, bütün təbiət oyanmışdı. Yaz fəslində dostları, Qeysin dostları buna deyir ki, gəl gedək, bəlkə bir bağda zadda görərsən də belə deyək. Haradasa bir yerdə, bəlkə Leylini görərsən. Buna deyir. Bu razılaşır, Qeys razılaşır və dostları ilə gedir. Və gedir, qəfildən qarşısına Leyli çıxır ki, Leylinin də ətrafında öz rəfiqələri belə deyək. Və bunlar qarşı-qarşıya gəlir. İndi baxın, iki aşiq belə deyək də öz sözümüzdən. İki aşiq bir-birini görür, necə olur? Hər ikisi huşunu itirir. Yəni, heç bir-birinə salam verə bilmirlər. Hər ikisi huşunu itirirlər. İndi baxın, huşunu itirən kimi Leylinin yanında olanlar bunun üstünə gül suyu tökürlər. Gül suyu töküb, yəni su töküb oyadırlar bunu. Yəni, daha biz kimi adı soğusu tökmürlər. Gül suyu töküb bunu oyadırlar. Oyadırlar və qorxudan oyadırlar ki, çünki atası, anası bilər axı, söz-söhbəti bəs kəsmək istəyirdilər axı. Tez bunu götürürlər, rəfiqələri uzaqlaşdırırlar, Leylini aparırlar. Görək, bəs Qeysin vəziyyəti necə olur? Qeysin vəziyyəti isə, Qeysi kim oyadacaq? Düz yanında dostlar var idi. Amma yazıq göz yaşları, qanlı göz yaşları üzünə tökülür və bunu oyadır. Özü oyanır da belə deyək. Oyanır, görür Leyli yoxdur. Yanındakı dostlarına deyir ki, mən xəstədən uzaq durun. Yoxsa siz də bu suda batacaqsınız. Mən xəstədən uzaq durun, deyir. Və gedin, deyir, atama deyin ki, atası qəbilə başçısıydı da, məndən ümid gözləməsin. Başqa oğuldan ümid gözləsin. Artıq məndən ümid gözləməsin. Və bunu deyəndən sonra Qeys artıq evə getmir. Məktəbə də təbii ki, getmir, çünki artıq Leyli yox idi. Və bu gedir səhraya deyək də, belə kitab cümləsi ilə səhraya gedir. Heyvanların ətrafına, insanların içərisində pisliyi nəzərə çatdırır ki, insanların içərisində pisliyi çoxdur. Mən hara gedirəm təbiətə? Vəhşi heyvanların ətrafına gedirəm. Yəni, mən bundan sonra evə gəlməyəcəm də. Öz dilimizlə desək, mən bundan sonra evə gəlməyəcəm. Evdə olmayacam. Və bunun məzun belə deyək, Qeysin atası da artıq bilir, Qeysin anası da bilir. Anası istəmirdi ki, bu söz-söhbət olsun. Və dəfələrlə oğluna desə də, Qeysə desə də ki, bu işdən əl çək, amma əl çəkmir. Və təbii ki, Qeysin atası qəbilə başçısı idi. Şanı, şöhrəti, sözü, şərəfi belə deyək, həm də şərəfli bir şəxs idi. Cömərd bir adam idi, kitab cümləsi ilə desək. İstəmirdi ki, oğlu belə bir vəziyyətə düşsün və adı da hamı bunu desinlər ki,
Qeysdir, Qeysin atasıdır və Qeys özü də ki, belə deyək də, evə zada gəlmir, ancaq səhrada olur. Vəhşi heyvanlardan olur. Bunu istəmirdi, özünə sığışdırmırdı. Və çarəsizlikdən nə edir? Çarəsizlikdən Qeysin atası, qəbilə başçısı məcbur olur, gedir Leylinin atası gilə elçiliyə. Qeysin atası yaxında olanları, şərəfli, şöhrətli, şanlı adamları, tanınmış adamları yığır ətrafına, gedir Leyligilin qapısına elçiliyə. Gedir Leyligilin qapısına elçiliyə, Leylinin atası diqqət, onu yaxşı qarşılayır. Çünki qəbilə başçısıdır. Hətta o kitab cümləsi ilə desək, 1000 dəfə buna xoş gəlmisən deyir. Özlər hər cür ləziz yemək açır. Yemək açmaq nə deməkdir? Yəni qızı sənə verə bilərəm deməkdir. Bizim adətlərdə də var da, kimsə bir adam öncədən xəbər göndərirsə elçiliyə gəlirəm. Hə demək fikrin varsa bir yemək içmək öncədən hazırlayırsan da belə deyək. Burada da belə idi. Yəni adətlərimiz bir növ belə deyək də oxşarlıq təşkil edir. Və Leylinin atası buna xoş gəldin deyir. Görək Qeysin atası nə deyir? Təbii ki bilirdi niyə görə gəliblər. Qeysin atası deyir ki, səndə mənim belə deyək, səndə mənim oğlum üçün yararlı olan bir dənə ləl var. Özə oğlum demir, incim deyir. Səndə mənim incimə yararlı olan bir ləl var. Yəni görürsünüz, öz oğluna demir ki, qeyri-adi şeylər demir. Oğluna inci deyir. Məcnunun, yəni Qeysin atası oğluna nə deyir? İnci deyir. O kimi təqdim edir. Deyir, amma onunla görsün nə deyir? Deyir ki, səndə də deyirlər var. Yəni bunları qovuşturmaq lazımdır. Bunları deyir, görək Leylinin atası buna nə cavab verir? Leylinin atası buna xoş gəldin deyir və təbii ki, deyir ki, mən Leylini verə bilərəm. Yəni, verə bilərəm. Amma deyir, sənin oğlun haqqında deyir, şayələr var, sənin oğlun haqqında söz-söhbətlər var. Sənin oğluna Məcnun deyirlər. Nə deyirlər? Məcnun. Məcnun sözü də ərəb sözdür uşaqlar. Sözün bir dənə kökünə baxsaz, Məcnun sözün kökündə cin sözü var. Baxın, cını, samitlərlə fikir verirsiniz. Məcnun nə deməkdir? Cinlənmiş deməkdir. Bizdə var, bədənimizə cin girdi. Görürsünüz, qeyri-adi hərəkətlər eləyirlər. Uşaqlar, bizlərdə də aram adı var ha. Amma mənasına baxsaq, Məcnun sözünün mənası nə deməkdir? Cinlənmiş. Yəni, dəli deməkdir. Bir növ desək, bizim indiki dillə desək, cinlənmiş, dəli deməkdir. Deyir, sənin oğluna dəli deyirlər. Özə şeir cümləsinə baxın, buna fikir verin. Deyir ki, div ilə pəri olurmu həmdən? Yəni, sənin oğlun divdir də, yəni ağılsızdır. Mənim də qızım pəridir. Kitab cümləsidir. Deyir, div ilə pəri olurmu həmdən? Hətta ikinci misrasında da deyir ki, sözünü tut, ol əbsəm, əbsəm. Əbsəm sözün mənasını bilirsiniz. Əbsəm nədir? Yəni, lal ol. Nəsimidə bunu artıq öyrənmişsiniz. Əbsəm. Yəni, danışma, bunu demə və deyir ki, əgər oğluna çarə eləsən, Məcnun olmasa, dəli olmasa, bunu çarə eləsən, yəni mən Leylini verməyə hazıram. Görək, Qeysin atası neynir? Artıq biz buna Məcnun deyə bilərik. Əslində, kitab boyu, yəni başlıqlarda Məcnun adı verilir. Artıq buna Məcnun deyə bilərik. Məcnun nədir? Dəli, cinlənmiş. Bunun atası, Qeysin atası, Məcnunun atası. Bunu başlayır, həkim çağırır. Müxtəlif təbiblər çağırır, həkim çağırır, müxtəlif ocaqlara aparır. Ocaq dediyimiz, yəni pirlər, bugünkü dillənsək, pirlərə aparır. Hətta bunu aparır, Məkkiyə aparır. Kəbəyə aparır. Kəbədə qara daşdan tutur, oğluna deyir ki, tut bu qara daşdan, Allaha yalvar ki, ey yaradan, mənim dəliyimə çarə qur. Orada məşhur vaxtı ilə keçirdik bunu. Çox mükəmməl bir qəzəllərdən biridir. Məcnun görək Allahdan nə istəyir Kəbədən? Deyir, ya Rəbb, bəla-i eşq ilə qıl aşina məni. Bu dəm bəla-i eşqdən etmə cüda məni. Atası buna deyirdi ki, Allaha yalvar ki, sənin bu dəlliyin geçsin. Amma sən nə dedin? Dedi, ey Allah, bu bəla-i eşqdən mənə yenə ver. Məni bundan cüda eləmə, ayrı eləmə.
etmə cüda məni. Yəni bu mənə nə vermisənsə bu eşqi, ondan biraz da ver. Daha Məcnunun atası neyin yiyəcəkdi? Məcnunun atası gördü ki, qəbilə başçı, gördü ki, oğlu yenə nə istəyir? Bu eşqdən istəyir. Yəni bu dəlli eşqindən deyək, onun dili ilə desək. Onu istəyir. Şöyle oğlun götürüb gəlir, çarəsiz şəkildə geri gətirir oğlan. Oğlun geri gətirir və bundan sonra artıq oğlu evə yığışmır. Bayağı da bunu qeyd aparmışdım ki, oğlu, yəni Məcnun, insanlar arasında pisliyin çox olduğunu deyir, artıq evə də gəlmir. Hətta indi bizdə kitabda vermiblər, bir dəfə Məcnunun atası oğlun alladır ki, bəs Leyli bizim evə gəlib, alladıb gətirmək istəyirdi. Amma yenə də gəlir, görür yoxdur, yenə də səhralara düşür. Yəni, bəli, yəni kənarlaşır, uzaqlaşır evdən. Ki, yəni bu nə deməkdir? Yəni mən kimsə sevirəmsə, bu sözü açıq-aşkar deyirəmsə, niyə belə olmalıdır? Burada əsərimizin təbii ki, baş qəhrəmanı Məcnundur, Qeysdir. Leyli ilə Məcnunu müqayisə eləsək, Leylinin vəziyyəti daha dözülməz idi. Çünki o təkzib elədi axı. Amma Qeys isə, Məcnun isə təkzib eləmirdi. Deyir ki, mən sevirəm, yəni mən eşq dərsiyəm, belə deyək. Füzuli dilindən desək, ründü şeiriyəm. Yəni mən eşq dərsiyəm. Bunu deyirdi açıq-aşkar. Deməli, kimin vəziyyəti dözülməzdir? Leylinin vəziyyəti dözülməzdir. Məcnununda isə ona nisbətdə, təbii ki, bunun da vəziyyəti dözülməzdir, amma ona nisbətdə bu öz sevgisini açıq-aşkar deyə bilirdi. Və bu hadisədən sonra belə bir hadisə baş verir. Günlərin bir günü İbn Səlam adlı bir tacir. Kim? İbn Səlam adlı bir tacir təsadüfən öz karvanı ilə, varlı bir tüccar idi, tacir idi. Öz karvanı ilə yoldan keçəndə Leyli də öz, belə deyək, ətrafında olan rəfiqələrlə bağda olanda təsadüfdə bunu görür. İbn Səlam adlı bir şəxs, tüccar. Bu şəxsi görür, Leylini görür. Leylini görən kimi deyir ki, mən Leylini istəyirəm. Və atasına elçiliyə gəlir, Leylinin atasına. İndi baxın, Leylinin atasına elçiliyə gəlir. Və var dövləti, hər bir şey var bu İbn Səlamın. Və İbn Səlamın, belə deyək, varına, dövlətinə görə Leylinin atası öz qızının rəyini belə soruşmur. Baxın, qəbilə başçısıydı da, yəni bizi kimi adi şəxslər deyildi. Sadə adamlar deyildi, aşağı təbəqə deyildi. O qızının rəyini soruşmur ki, sən kimsə sevirsən, bu İbn Səlama bax, gör nətər oğlandı, bizim dildən desək. Yaraşığı, boy postu var, yoxsa yoxdur. Yəni bu qızının rəyini soruşmadan ona nişanlayır. Ona nişanlayır. Baxın ha. Burada təbii ki, Leyli də hüquqsuz idi axı. Leyli nə deyə bilərdi atasına? Heç bir şey. Amma Leyli də zahirən boyun əymişdi. Və bundan sonra təbii ki, vəziyyət necə olacaq? Daha da gərginləşir. Görsün uşaqlar. Burada artıq biz düyün nöqtəsidir. Artıq kulminasiya daha da gərginləşmə nöqtəsinə gedirik. Ən gərgin nöqtəyə doğru gedirik. Hadisələr gərginləşir və gərginləşdikcə də düyün nöqtəsi vurulur. Görürsünüz, bundan sonra nə olacaq? Bilinmir. Hadisələrdə bundan sonra nə olacaq? Bilinmirsə, o sayılır zaviyyəsdə, düyün nöqtəsi. Bilmirsiniz ki, nə olacaq? Və bu hadisələrin məqamında, danışdığımız məqamda bir gün Nofəl adlı bir şəxs, adı Nofəl yadda saxlayın, Nofəl adlı bir şəxs bir məclisdə idi və məclisdə görür ki, bir qəzəl deyirlər, şeir deyirlər. Və soruşur ki, bu nə gözəl qəzəldir. Xoşuna gəlir bu qəzəl. Soruşur ki, bu qəzəl kimin qəzəlidir? Buna deyirlər ki, bu qəzəl bir aya, ay yəni burada Leyli nəzərdə tuturlar. Bir nəfər qıza aşiq olub, onun dərdindən şeir yazan bir nəfər, Məcnun adlı bir nəfərdir. Bu Nofəl də deyir ki, mənim öz qoşunum var, mənim öz ordum var. Özdə Nofəl ədalətli idi, yadda saxlayın, bunu yadda saxlayaq. Nofəlin qoşunu var idi, Nofəl ədalətli idi, obraz kimi. Nofəl fərdi xüsusiyyətlərdən seçilirdi. Nofəl özü də eşqə düşmüşdü, eşq cəfasını görmüşdü, yəni eşqə, başına eşq hadisəsi gəlmişdi, belə deyək, Nofəlin və özü də zəmanənin zülmünü çəkmişdi, Nofəl. Belə adında da 5 dənə, belə deyək, hərf var
5 dənə də belə deyək də, öz dilimizdə desə nofər. Və 5 dənə də xarakter xüsusiyyətindən deyək. Və bunu da deyəndən sonra bu nofər qayda deyir ki, mən buna yəni çarə eləyə bilərəm də, bu Məcnun dediyimiz adam kiməsə görə eşqə düşübsə, bunu niyə qovuşdurmayaq? Mən buna kömək eləyərəm. Və qoşunun götürür, gəlir səhraya. İnsanların təsvir elədiyi səhraya. Gəlir, görür ki, bir nəfər yerdə uzanır, ətrafında da heyvanlar, yırtıcı heyvanlar. Yırtıcı heyvanları qovur və buna deyir ki, key xəstə. Key bildirsə bayaq dedimlər deyil. Ey, xəstə də buna xəstə deyir də, yıxılıb yerdə, buna xəstə deyəcəklər də. Deyir, key xəstə deyir. Ey xəstə, niyə deyir bu yırtıcılardan nəsə istəyirsən, heyvanlardan? Sən öz, deməli, həmdərindən istə. Yəni, insanlardan istəyərlər də. Sən çarəni insanlardan istə, yəni məndən istə deyir. Mən sənə kömək eləyəcəm. Yəni, Leylini sənə, yəni belə deyək, səninlə qovuşdura biləcəm. Buna deyir. Məcnun inanmaq istəmir. Məcnun buna deyir ki, çox mükəmməl qəzəllərdən birini deyir buna, qəzəl şəklində. Gələcəkdə vaxtınız olsa tapıb əzbərləyərsiniz, elə bizdə PDF şəklində də var və onu əzbərləsəz yaxşı olar. Deyir, mən səndə lütuf görürəm, Məcnun nofərə deyir. Mən səndə lütuf görürəm, amma deyir, məndə bəxt yoxdur, deyir. Kimsə də deyir, mən bəxtə axtardım, deyir. Heç kəs də deyir, görmədim, vəfa görmədim. Kimdəsə vəfa axtardım, heç kəs də vəfa görmədim, bir vəfa gördüm. Məşhur qəzəllərdən biridir. Yəni, əvvəllər indi kimin vaxtı olsa, yay aylarında öyrənsəz yaxşı olar. Yaxşı qəzəllərimizdən biridir. Deyir, mən inanmıram, deyir, məndə bəxt yoxdur ki, sən Leylini mənə qovuşdurasan. Amma Nofər söz verir. Və burada Nofər müharibə aparır. Kimi ilə? Leylinin atası ilə müharibə aparır. Müharibə olur, döyüş olur. 2 dənə döyüş olur. Birinci döyüşdə Nofər məğlub olur. Leylinin atası da məğlub olur. İkinci döyüşdə qalib gəlir. Əsas döyüşdə belə deyək. İkinci döyüşdə qalib gəlir. Qalib gələndən sonra təbii ki, Leylinin atası aman istəyəcək. Aman istəyir Leylinin atası. Təslim olur, aman istəyir. Deyir ki, ey ədalətli olan insan. Yəni, əgər bu müharibə qıza görədirsə, Leyliyə görədirsə, deyir. Leylinin ondan neçə nişanlısı ola bilər? 2 nişanlısı olacaq. Çünki kimə nişanlanmışdı? İbn Səlama nişanlanmışdı, nişanlı idi. Evlənməmişdi, nişanlı idi. Bu bir də deyir, ya özvə alacaqsan, ya kiməsə görə gəlmisənsə, 2 nişanlısı olacaq. Bu qəbilə arasında düzgün qarşılanmır. Yəni, əgər deyir, sən özvə düzgün qarşılayırsansa, məğlub olmuşdu axı Leylinin atası. Düzgün qarşılayırsansa, əgər özvə görə istəyirsənsə, qızı aldın, yəni qızı sənə verirəm. Müharibədə qalib gəlmirsən. Amma kiməsə görə istəyirsənsə deyir, onda ədalətli davran. Çünki onda neçə dənə nişanlısı olacaq? 2 dənə, biri İbn Səlam, bir də yəni başqası. Burada Nofər deyir ki, kitab cümləsi, mən deyir, bir sınmışa mumiya dilərdim. Mumiya burada kömək deməkdir. Mən deyir, bir sınmış insana deyir. Sınmış da kimi nəzərdə tutur? Məzununu. Mən deyir, ona kömək istəyərdim eləmək deyir. Amma deyir, sən ki belə deyirsən deyir, mənim deyir, məhək daşım ədalətdir. Mən ədalətli davranmalıyam. Leylinin atasına deyir ki, sənin varın, dövlətin mənə lazım deyil. Sənin varın, dövlətin mənə lazım deyil. Mən deyir, qılıncı da qoyacam yerə, yəni silaha qoyacam yerə və tərk eləyəcəm. Səndən də heç nə tələb eləmirəm. Nofər heç nə tələb eləmir. Və tərk eləyir, yəni silahı qoyur və hara gedir? Ölkəsinə gedir. Öz ölkəsinə çıxır gedir. İndi Məcnunun vəziyyəti necə olar? Yenidən ah-nalə. Yenidən pis vəziyyətə düşür. Yenidən ah-nalə olur və biraz da hadisələr, bakıyorsunuz, yenə də burada da düyün nöqtəsidir. Yenə də bilmədiniz ki, hadisələrin sonraki axarı necə olacaq. Yenə də burada düyün nöqtəsidir və hadisələrin bu yerində Məcnunun atası təbii ki, bəlkə son şans olaraq, oğlunun yanına gedib oğlunu nəsiyyətlə geri qaytarmaq istəyir. İstəyirdi ki,
oğlu neçə olmasa bəlkə nəsihət eləsin, artıq müəyyən bir müddət keçib buradan. Yəni belə deyək də, artıq yaşlı vaxtlarıdır, istəyir ki, oğlun geri qaytarsın, Məcnunun atası. Və səhraya üst tutur. Səhraya üst tutur, təsəvvür edirsiniz ki, yadda da saxlayın, səhraya üst tutur, amma Məcnunla atası qarşılaşanda Məcnun öz atasını tanımır. Deyir, kimsən deyir. Əgər deyir, elçisənsə deyir, mənə eşqimdən xəbər ver. Yox, əgər yolcusansa deyir, öz yolunla get deyir. Atasını tanımır bu adam. Yəni o vəziyyətdədir ki, atasını artıq tanımır. Atası buna nəsihət edir ki, geri qayıt, geri dön. Yəni mənim varım, dövlətim, xələfim sənsən. Yəni yeganə övladımsan da. Yəni davam etdir, xələfi davam elətdirmək lazımdır. Qəbiləni davam elətdirmək lazımdır. Bunu deyir, amma görək uşaqlar, Qeys, yəni Məcnun nə deyir atasına? Atasına demir ki, ata sən səhv deyirsən. Atasına deyir ki, ata sənin dediklərin həqiqətdir. Atasına deyir ki, sənin dediklərin həqiqətdir deyir. Mən bilirəm ki, sən düz deyirsən. Amma deyir, baxın ha, eşqə düşməyin görün necə deyir. Biz deyir, yəni Leyli ilə deyir. İki bədəndə deyir, biz bir ruhu. Kitabda da oxuyanda görərsiniz. Atasına deyir, yəni artıq deyir, məndən sənə ümidi olmaz. Atasına deyir, görsün deyir, atasına deyir ki, düz deyirsən. Yəni atasına düz deyirsən, deyir, dediklərin düzdür, mənə görə deyirsən. Amma artıq deyir, mən Leyli ilə iki bədəndə bir ruhu. Yəni eyni deyir. Biz eyni deyir, yəni mən artıq gedə bilmərəm. Atası bunu başa düşür, anlayır və ümidsiz şəkildə geriyə qayıdır. Və bir müddət sonra Məcnunun atası vəfat edir. Məcnunun atası vəfat edir və bundan əvvəl bir məsələni deyim, yaddan çıxmasın. Bundan əvvəlki hadisələrdir, uşaqlar, bundan əvvəl olan hadisədir. Ardıcıllıqda bunu yadda saxlayın, bunu demək yadımdan çıxdı. Burada bu hadisədən əvvəl, Məcnunla görüşməmişdən əvvəl, Məcnunla atası görüşməmişdən əvvəl İbn Səlama ərə verirlər. Leylinin evləndirirlər də belə deyək, ərə verirlər. Amma vaxtı ilə də bunu Xosrov Şirində də demişdim, bizim qadın obrazımız Leyli öz eşqinə sona qədər sadiq qalır. Yəni ərə getsə də belə, burada xırda məsəl detallar demirəm, bizə düşmür deyənə. Amma növbət dəfə soruşsaz, qısa şəkildə deyə bilərəm. Yəni öz eşqinə evlənsə belə öz eşqinə sadiq qalır. Sədaqətli obrazdır, ha burada da. Baxın, ha, necə əzab əziyyətdir, amma sədaqətli obraz olur. Və öz dərdini, ər evinə köçəndən sonra öz dərdini Şama, Pərvaniyə, Ayad, Buluda, müxtəlif vasitələrə deməyə başlayır. Çünki artıq dərd ortağı yox idi, bunu başa düşəcək məsələsi yox idi və bunun ardıcan belə bir məsələ baş verir. Bunun evlənmək xəbərin bir obrazımız var, bunu deməliyəm Zeyd, adı Zeyddir. Quranda da adı çəkilən yeganə səhabədir Zeyd. Oradan yəqin ki, Məhəmməd Füzuli götürüb və yaxud ilk yazan Nizamı həmçinin Zeyd. Zeyd özü eşqə düşmüşdür. Adı da elə iki dənə zığla yadda saxlayın. Zeydin də sevdiyi Zeynəbdir. İki zığla. Deməli, Zeyd özü eşqə düşmüşdür. Zeynəb adlı bir, belə deyək, pəri üzülü bir xanımla cəfa görmüşdü. Yəni, başına gəlmişdi və həmin bu Zeyd özü kimə meyl eləmişdi Məcnunla. Onun dərdin başa düşürdü də. Bir növ belə desək, dərd ortağı idi. Onun dərdin başa düşürdü. Gəlir bu xəbəri çatdırır ki, bəs artıq Leyli ər evinə köçüb də, yəni evlənib. İndi görək Məcnunun vəziyyəti necə olacaq. Məcnun Leyliyə məzəmmət dolu. Məzəmmət bilsə nədir? Danlaq, təyələn. Məzəmmət dolu məktub yazır. Ki, bəs sən sadiq olacaqdın mənə. Bunu deyir. Amma bayaq dedi, bax ki, Leyli sadiq qalır. Sona qədər öz eşqinə sadiq qalır. Və bu məsələdə, bu da buna geriyə məktub göndərir. Leyli, görək məktubda nə deyir? Bizə orta məktəb dərsliyində də var. Deyir ki, mən deyir, diqqətlə buna qulaqsa,
məndə deyil, ixtiyar bazar. İxtiyar bazar, yəni ixtiyar sahibi mən deyiləm. Kimi idi deyir satan? Alan kimi idi deyir, mən bilmədim. Yəni, nə mən almamışam, nə mən satmamışam. Yəni, məni məcbur deyirlər. Leyli də bunu deyir. Və öz eşqinə sadiq qalmaq məsələsini deyir. Və bundan sonra o məsələni, bu ardıcılıqla deyim ki, sizə oxuyanda bax, bundan sonra Məcnunla atasının görüşü baş verir. O hissəndə sizə danışdım ki, atası naümid şəkildə, ümidsiz şəkildə oğlundan ayrılır. Bundan sonra belə bir hadisə baş verir. Bundan sonra danışdığımız məqamda artıq biraz da görsüz düyün nöqtələri burada davam edir. Çünki sonraki axarın nə olacağı sizə məlum deyil. Bu hadisədən sonra həm Leyli ər evində əzab çəkir, dərdləşir, həm də Məcnun çöldə heyvanlarla dərdləşir. Yəni, dərd ortağı heyvanlardır. Hər ikisi belə də heyvanlarla və yaxud digər rəmzi obrazlarla və yaxud tutaq qarşıda müəyyən heyvanlarla dərdləşmə məsələsi var. Bu hadisənin axarı Məcnunun atasının ölməsi ilə başlayır. Məcnunun atası vəfat edir qəfil. Bu hadisədən sonra Leylinin həyat yoldaşı İbn Səlam xəstələnir. Qızdırma tutur bunu və dərdinə çarə olmur, bu vəfat edir. İbn Səlam vəfat edir. Bu ardıcılıqla bəzən düşər, yəni Məcnunun atası vəfat edir, sonra da İbn Səlam vəfat edir. Dövrün adətlərinə görə bir növ belə deyək də, Leyli üçün sevinir. Amma Leyli dövrün ərəb adətlərinə görə 1 və yaxud 2 il, nə qədər? 1 və yaxud 2 il yas saxlamalı idi. Amma, yəni yas saxlamalı idi ki, o deməkdir ki, yəni evlənməməlidir. Və hara köçməli idi? Ata evinə köçməli idi. Leyli ata evinə köçməyə məcbur olur. Yəni, öz atası evdə köçüb, təbii ki, atası evdə köçməli idi adətlərə görə, amma həyat yoldaşı üçün 1 və yaxud 2 il, kitabda da elə görərsiniz, 1-2 il yas saxlamalı idi. Və bu hadisənin ardıcan Leyli öz ətrafında, kəcavə deyək də, yəni dəvələrdən, öz gətirdikləri əşyalarla ata evinə geriyə qayıdır. Və bu dəvə ilə öz dərdini dəvəyə deyir. Dəvə ilə dərdləşir. Dəvəyə deyir ki, sən də deyir, öz deyir ipin özündə deyil. Yəni dəvənin ipindən hara çəkdin, ora da gedəcək. Mən də deyir səni kimiyəm. Özü nəyə bənzədir? Dəvəyə bənzədir. Dəvəyə bənzədir ki, mən də deyir səni kimiyəm deyir. İxtiyarım öz əlimdə, ipim öz əlimdə deyil deyir. Və dəvəyə deyir ki, ürəyindən təbii ki, keçir ki, məni deyir, Məcnun olduğu deyir yerə, məmləkətə çatdı. Amma təbii ki, bunlar yol gedirdilər və bu deyə Leyli öz huşdan gedir. Huş vaxtı ilə demişdə fikir, diqqət ağır. Bayılır və aylanda görür ki, ətrafında olan dostları, yoldaşları hamısı çıxıb gedib bu yolu azıb. Dəvədədir, yolu azıb. Qalan bütün yoldaşlar hamısı çıxıb gedib. Və bu dəvə bunu aparır Məcnun olan məmləkətə. Ən yaxşı səhnələrdən biri budur. Artıq kulminasiya nöqtəsinə çatırıb. Ən gərgin nöqtəyə çatır. Baxır ki, yerdə bir nəfər aciz şəkildə, acizanə şəkildə yerdə bir nəfər uzanıb. Yerdə bir nəfər uzanıb. Yaxınlaşır, soruşur ki, sən kimsən? Niyə soruşur? Yolu, əslində Leylinin məqsədi olur ki, bir soruşum görüm, yolu axı yoldaşlarından ayrılmışdı axı. Yolu irizi mən necə tapa bilərəm? Ona görə yol irizi deyir, mən necə tapa bilərəm? Ona görə yaxınlaşır ki, görüm o yerdə bir nəfər var. Soruşum görüm ona. Soruşur ki, sən kimsən? Həmin adam deyir ki, mən Məcnunam. Yəni, deyir ki, mən Məcnunam. Məcnun təbii ki, özü Məcnun kimi təqdim edəcək. Çünki hamı bura Məcnun deyirdi. Artıq Qeys adını unutmuşdular. Leyli deyir ki, sən Məcnun olduğunu necə sübut eləyə bilərsən? Buna deyir ki, mənim üz, gözüm, göz yaşlarım bunu sübut eləyir də. Amma Leyli yenə inanmır buna. Deyir ki, təbii ki, səni dərd əzə bilər. Həmin görkəmini itirə bilərsən. Görkəmi itirə bilərsən də. Dərd çəkirsən, həm çörək yemirsən, çöldə yatırsan və s.
Amma mənə necə məzmunluğunu şeirlə denən, yəni mənə bir şeirlə denən, kitabda da elədir. Mənə bir şeirlə denən ki, necə məzmunsan? Məzunun bütün olan hadisələri danışır. Məktəbdə qarşılaşmaqların, məktəbdə eşqə düşmüşdü axı. Məktəbdə qarşılaşmağın, sonra elçiliyə getməsin, elçilikdə verməməsin, Leylinin atasını, məzuna qızının verməməsini deyir. Bunlara hamısını sayır. Hətta Nofəli də burada deyir ki, Nofəl də mənə görə mübarizə apardı, amma alınmadı. Bunu da deyir. Sonra bir dənə haşiyə kimi deyim, burada yadımdan çıxan bir məsələni də deyim. Əslində Nofəlin ölməsi, İbn Səlamın ölməsində, kitabda da belə qeyd olunur, Füzuli də belə qeyd edir ki, Məcnunun ah naləsi, yəni bədduası deyək də, bədduasının rolu ola bilər. Bədduasının rolu ola bilər. Və onu da sizə ayrıca deyim, o da yadımdan çıxır, biraz tələsirəm ki, bunları tez-tez deyim, vaxtımızı çatdıraq. İbn Səlam vəfat edəndən sonra bunu yenə Zeyd var idi, bunun dostu, fərdi xüsusiyyətləri ilə seçilən. Zeyd, o Zeynəb məsələsi var idi. Zeyd gəlib Məcnununa xəbər eləyir. Məcnununa xəbər eləyir ki, bəs Sevin Degül kim vəfat eləyir? İbn Səlam vəfat eləyir. Amma İbn Səlam ölməsinə görəsə Məcnun sevinmir? Uşaqlar, sevinmir. Zeyd buna deyir ki, niyə sevinmirsən? Mən gözləyirdim ki, sən gərək sevinəsən axı. Kim ölüb? İbn Səlam ölüb. Mən gözləyirdim ki, sevinəsən yəqin ki. Amma sevinmir. Deyir ki, çünki deyir, o da Leyliyə aşiq idi. Mən də deyir. O deyir, kamala çatdı, kamil oldu. Amma deyir, mən kamala çatanmadım. O öldü, deyir, canım qurtardı. Amma mən isə kamala yetişə bilmədim. Və bu məsələləri də sizə dedim və qaydaq həmin o məsələyə. Məcnunla Leyli qarşılaşanda bunları hamısı Məcnun sayır. Leyli deyir ki, sən Məcnunluğunu mənə şeirlə denəsin. Bu da şeir vasitəsilə təbii ki, nəzm şəklində bunu ona qeyd aparır. Bunu deyir ki, yəni məktəbdə olan hadisələri, sonra Leylinin atası ilə elçilik məsələsi, Nofəl məsələsinin hamısını deyir. Bundan sonra Leyli həqiqətən də Məcnunu tanıyır. Məcnunu tanıyır. Və Leyli buna deyir ki, belə bir məsələyə də bununla deyim sizə. Deyir ki, özünü tanımayan adam başqasını necə tanıya bilər? Doğrudan elədir də. Leyli yazıq da özünü itirmişdir. Biz indi Məcnunu deyirik. Leylidə də demək olar ki, ağlı qalmamışdır. Leyli də özünü itirmişdir. Görün necə qəşəng cümlə deyir. Deyir, özünü tanımayan adam başqasını tanıya bilərmi? Təbii ki, tanıya bilməz. Amma Leyli bu məqamda buna deyir ki, artıq bizim qovuşmaq məqamımızda aramızda heç bir sədd qalmadı, heç bir əngəl qalmıyor. Amma görək Məcnun Leyli ilə burada qovuşacaq, yoxsa qovuşmayacaq. Buna diqqət edək. Əsərin bu hissəsində yazıb bizə kitabda bölmənin adıdır, yazıb belə. Məcnunun Leyliyə etinasızlığı. Etina nə deməkdir? Diqqət. Diqqət yetirmək. Etina diqqətdir. Bəzən görürsünüz uşaqlar, yazanda bizdə həmişə belə yazırlar ki, Leylinin, belə deyək, Məcnunun Leyliyə rədd cavab verməsi məsələsini yazırlar. Amma bizdə kitabda görərsiniz, belə qeyd aparılır. Məcnunun Leyliyə etinasızlığı, yəni diqqətsizliyi və öz eşqini sübut etməsi, saf eşqinin, belə deyək də, deməsi. İndi bu hissəyə bir dənə fikir verək, görək Məcnun Leyliyə nə deyəcək? Leyliyə deyir ki, sən mənim gözümün nur olduğu vaxtı, gözümdə nur olduğu vaxtı, bədənimdə can olduğu vaxtı, onda başqa yad idim mənə, yəni başqasındaydı. İndi artıq taqətdən düşmüşəm. Yəni, nə vəziyyətdə olar? Çöldə barda yaşayan adam nə vəziyyətdə olar? Amma sonra görün nə deyir, burada izaha fikir verin, Məcnunun dediklərinə baxın. Deyir ki, mən rüsvay oldum, baxın ha, əsl sevgi bax budur. Deyir, mən rüsvay oldum, deyir. Amma deyir, istəmirəm ki, deyir, sən rüsvay olasan. Çünki dövrün adət ənənələrinə görə
bir qızın sevməyi, öz sevgisini açıq-aşkar deməyi rüsvayçılıq idi, biabırçılıq idi. Nə deyir? Deyir, mən rüsvay oldum, amma istəmirəm ki, deyir, sən rüsvay olasan, biabır olasan da yəni. Deyir, hətta cümləyə fikir verin, sən deyir, pərdədə qal, pərdə nədir? Gizlində qal. Sən deyir, gizlində qalsan yaxşıdır, deyir. Öz ismətini qoruyasan. Məcnuna bax, Məcnunun dediklərinə bax, hətta oradan belə qeyri-adi cümlələr də işlədir buradan. Deyir, mən mənəmsə, bəs sən kimsən? Sən sənsənsə, bəs mən kiməm, deyir. Yəni, bayaq dediyim var ha, iki bədəndə biz artıq, biz ruhuq, bir ruhuq, bir ruh. Bunu demək istəyirdi. Orada maraqlı belə bənzətmələr, qeyri-adi cümlələr işlədir. Bunu təsəvvür olan cümlələrin deyiliş tərzinə baxın. Deyir, mən mənəmsə, bəs sən kimsən? Sən sənsənsə, bəs onda mən kiməm? Yəni, biz bir adamıq. Artıq Məcnunun o eşqi öz daxilində tapmışdı. Öz daxilində idi o eşq. Yəni, cismani deyildi. Bax, buna deyirlər sufi eşq. Buna deyirlər ilahi eşq, Allaha olan eşqi. Yəni, eşqi, bir var, məsələn, bir insana olan eşqi, bir də var, məsələn, yaradanı görmədən sevmək. Yəni, yaradanı görmədən sevmək ən böyük eşq sayılır. Yəni, bu günlərdə belə deyək də, biz insan olaraq yaradanı sevmək nə deməkdir? Təbii ki, yaradanı biz görə bilmirik. Yaradanı sevmək nə deməkdir? Yaradanı dediyi qayda qanunları belə deyək də, tətbiq etməkdir. Yaradanın bizə verdiyi əmrləri yerinə yetirməkdir. Artıq Məcnun, dediyim səbəbləri yadda saxlayın. Bu səbəblər hamısı kitabda arda-arda şəkildə görəcəksiniz. Bunlar yadda saxlayın, səbəblərdir bunlar. İndi görək, Leyli Məcnunu başa düşür, başa düşmür. Yadda saxlayın, anlayır və yüksək qiymətləndirir. Onu dəyərləndirir. Leyli də başa düşür. Deyir, mən sənin pak sevgini yoxlayırdım. Yoxlayırdım sənin sevgini. Mən sənin sevgiyi yoxlayırdım. Yəni, Leylinin də belə deyək də, bir növ sırf qovuşmaq arzusu yox idi. Deyir, mən səni yoxlayırdım, pak sevgini yoxlayırdım. Yəni, sənin sevgin həqiqət yoxsa həqiqət deyil. Və yadda saxlayın, burada da Leyli küsərək, inciyərək gedmir. Və Məcnunun sözlərini neyir? Dəyərləndirir. Və Leyli ata evinə geri dönür. Ata evinə geri dönəndən sonra artıq düşünür ki, bu dünyada yaşaya bilməz. Çünki qəmli, qüssəlidir, həyatı fəlakətli idi. Ona görə Allaha dua edir ki, bu dünyadan tez köçsün. Və bilirsiniz ki, saf insanın duası da tez yerinə getirir. Və dua edir və bu da xəstəliyə tutulur. Və bilir ki, artıq köçmək vaxtıdır. Ona görə anasına belə deyək də vəsiyyəti var. Belə bölmənin də adı Leylinin anasına vəsiyyətidir. Anasına vəsiyyət yazır. Yazır deyəni, yəni anasına vəsiyyət deyir. Anasına görə nə deyir? Deyir, ey munisim ana, yadca düşür. Başlıqda da deyirdi. Leylinin, deməli, anasının Leyliyə nəsiyyəti hissəsində də orada da deyirdi. Deyir, ey munisim ana deyir. Yenə anası yəni pis əmr demir ki, ay ana, sən məni bədbəxt elədin, sən məni pis günə qoydun. Leyli də başa düşür ki, dövrün adət ənənələri belədir. Onun hamısını anlayır, başa düşür. Və anasına yenə deyir ki, ey munisim ana, sən deyir və anasına deyir ki, mən artıq burada sevgisini deyir. Yəni, mənə görə deyir, o Qeys Məcnun oldu deyir, çöllərə düşdü deyir. Sən onun məmləkətdə yolun düşsə, anasına deyir, onun yanına ged. Ona etinasızlıq göstərmə, diqqət göstərdir, o xoş adamdır deyir. Ona denən ki, mənim üçün dua eləsin. Mənə denən, mənim üçün dua eləsin, ona denən mənim üçün dua eləsin. O xoş adamdır. Və desin ki, mən artıq bu dünyadan köçürəm və o da tez gəlsin. Yəni, artıq bu dünyada qovuşa bilməyəcəklər. Dövrün adət ənənələrinə görə bu dünyada qovuşa bilməyəcəklər. Deyir və bu müddət keçəndən bir müddət sonra Leylinin vəfatı var. Leyli vəfat edir. Leylinin vəfat xəbərin əsərimizdə iki, belə deyək də, fərdi xüsusiyyətlərlə
seçilən iki obrazdan birini deyəcəm. Kitab da belə yazılır. Nofərlə Zeyddir. Bunlar fərdi xüsusiyyətlərlə seçilir. Burada Zeyd gəlir məzuna çatdırır ki, artıq dünyadan köçdü. Leyli dünyadan köçdü. İndi Məcnun burada nə vəziyyətə düşər? Təsəvvür edin ki, bütün həyatını həsr elədiyi eşqi artıq bu dünyada yox idi. Düzdür, artıq bu ilahi eşqi o tapmışdı. Amma yenə də bu dünyada olmadığına görə kədərlənir və Zeydlə bir yerdə qəbrin üstünə gəlir. Və qəbrin qucaqlayır və burada təbii ki, ağlayır, yenə ah-nalə eləyir, fəqana düşür. Amma burada müraciətlərə baxın. Burada müraciət eləyir, torpağa müraciət eləyir, yəni torpağa xitab eləyir, yadda saxlayın. Şama, əslində bizdə bəzən Şamı Leyli ilə dərdləşməyi deyirlər. Burada da Şama müraciəti əslində həm Leylidə var, Şama müraciəti, müraciət şəklində. Həm də sonunda, əsərimizin sonunda kimə müraciəti var? Şama. Nəyə müraciət var? Desək daha düzgündür, Şama müraciət var. Yəni hər ikisinin müraciəti Şama var. Torpaq dedik, Şam dedik, sonra hətta qarışıqya və ilana da xitabı var. Kimin? Məcnunun. Və nəhayət Allaha müraciət də var. Ya Rəbb, cisman-ı can mənə gərəkməz. Cananımsız cahan gərəkməz. Baxa, Allaha dediyi sözə fikir versəz, deyir ki, ya Rəbb, cisman-ı can mənə gərəkməz. Cananımsız cahan gərəkməz. Cahan yəni dünyadır. Yəni cananımsız mənə dünya nəyə lazımdır? Heç bir şey. Və deyir və elə burada da vəfat eləyir. Burada da vəfat eləyir. Burada da vəfat eləyir və vəfat eləyəndən sonra bunu yuyurlar, kəfənləyirlər və harada dəfn eləyirlər? Elə Leylinin qəbrində, eyni qəbirdə bunu dəfn eləyirlər. Və əsərdə əslində sujet xətti bitsə də, əsərdə belə deyək də, bunları Zeyd yuxuda cənnətdə görür. Amma yenə də bunu xüsusi yadda saxlayın, Dəhnamədə yadca salın. Dəhnamədə ayrılsalar da əsər nikbin bitir. Amma burada əsərimizin qəhrəmanları vəfat edir. Ölüblər. Ona görə əsər necə bitir? Əsər bədbin şəkildə bitir. Bunu xüsusi yadda saxlayaq. Əsər bədbin şəkildə bitir. Əsərdə bədii təsvir ifadə vasitələr var. Əslində bayaq demək burada yadımdan çıxdı, biraz çalışırdım ki, bunları deyim ki, məzmun haqqında məlumatınız olsun və xırdalıqları biləsiniz. Burada əsərin o Məcnunun səhrada Leyli ilə, Qeysin Leyli ilə qarşılaşması məsələsi var. Əsərin əvvəllərində deyirdik burada. O hər ikisi bayılırlar, yaz fəslində bayılmaqları. Orada təsəvvür edin ki, Leyli ilə Məcnunun Qeyslə Leylinin bənzətməsi var. Məsələn, Leylini nəyə bənzədir? Leyli cənnət içrə bir xur, yəni mələkdir, mələyə bənzədir. Bəs görəsən Məcnunun Qeysi nəyə bənzədir? Məcnun isə zülmət içində bir nur idi. Yəni zülmətin içində nurdur, yəni bir işıqdır, parıldayan bir günəşdir. Baxın ha, bunu da qeyd apardım. Əsərin müəyyən hissəsindən, bunları da demiş olar, kitabı oxuyanda görəsiniz. Burada Məcnunun Dəhnamə əsərində bilirsiniz ki, İsa Peyğəmbərin adı çəkilir. Bu əsərimizdə İsa Peyğəmbərin adı çəkilir və harada çəkilir? Məcnunun anadan olduğu və uşaqlığı dövrü hissəsində çəkilir. Orada deyilir ki, Qeys xurşid kimi, uşaqlar xurşid günəş deməkdir farsça. Qeys günəş kimi kamallı, yəni ağıllı. Sonra İsa Peyğəmbər kimi tifillikdə, uşaqlıqda kamil idi. Yəni İsa Peyğəmbər kimi də kamil olmaq məsələsində bunu da ayrıca qeyd apardım. Əsər bayaq dediyim kimi Həzəz bəhrindədir, məsnəvi şəklindədir. Əsər epik növ olsa da əsərdə lirik növün müxtəlif janrlarından istifadə olunub. Məsələn, qəzəl var, qəsidə var və digər rübai də səhv eləmirəmsə, rübaidən də istifadə olunub. Yəni, epik növ olsa da lirik janrdan istifadə olunan əsərlərdən biridir.